everyone, herkese salam. Bugün Grade 3, Small Summative 3, yani 3. sınıf kiçik summativ qiymətləndirmə 3'ü izah edeceğim. Gəlin başlayaq. Birinci sual. Which part of body is it? Bu bədənin hansı hissəsidir? Gəlin indi şəklə baxaq. Şəkildə uşaq əlləri ilə başını tutur. Gəlin də variantlar baxaq. A variantı a nose. Nose burun deməkdir, amma uşaq başını tutur. B variantı head. Head baş deməkdir, yəni bu doğrudur. C variantı mouth. Mouth ağız deməkdir, bu yanlışdır. İndi gəlin sual 2'ye baxaq. Which part of body is it? Bu bədənin hansı hissəsidir? Uşaq əlləri ilə qarnını tutub, yəni gəlin də variantlara baxaq. Eyebrows qaş deməkdir. Uşaq qaşını yox, qarnına tutub. B variantına baxaq. B legs, yəni qıçlar. Uşaq qarnını tutub, bu da yanlışdır. Tummy, qarın, bu doğrudur. Describe the picture. Şəkli təsvir et. Baxın, şəklə baxırıq. Şəkildə uşağın çənəsi göstərdi. İndi variantlara baxaq. I have brown hair. Mənim qəfəy saçlarım var. Bu yanlışdır. Burada uşağın çənəsi ilə əlaqəli olmalıdır. C variantı. I have blue eyes. Mənim mavi gözlərim var. Bu da yanlışdır. B variantı. I have a small chin. Mənim balaca çənəm var. Bu doğrudur. Gəl sual 4'e baxaq. Which part of the dog is white? İtin hansı parçası ağdır? Gəlin baxaq. İtin qarın hissəsi ağdır, qalan yerləri isə qəhvəyidir. İndi də variantlara baxaq. A variantı, its head, başı. Gördüyünüz kimi başı qəhvəyidir, yəni bu yanlışdır. C variantı, its ear, onun qulağı. Bu da yanlışdır, çünki onun da qulağı da qəhvəyi rəngdədir. B variantı, its tummy, onun qarnı doğrudur, çünki onun qarnı ağ rəngdədir. Write the missing letters. Buraxılmış hərfləri yaz. Burada U hərfi olacaq. 2'də E hərfi olacaq. Tummy, head. Bu qarın deməkdir. Bu baş deməkdir. Burada C hərfi olacaq. Çənə deməkdir. Burada R hərfi olacaq. Qaş deməkdir. Burada da F hərfi olacaq. Orada da ayaqlar olacaq. Keçirik sual 6'ya. Translate the words. Sözü tərcümə elə. Gəlin indi sözü oxuyaq. Long hair. Burada olacaq uzun saç. Long uzun deməkdir. Hair isə saç. Gəl ikinci sözə baxaq. A small chin. Balaca çənə. Small balaca. Chin də çənə. Keçdik sual 7'ye. Translate the sentence. Cümləni tərcümə et. These are my eyes. İndi yəni sözlərə baxaq. These bunlar deməkdir. Gəlin yazaq. Bunlar. Are dirdir. O sonda olacaqdır. My mənim. My mənim. Eyes gözlərim. Gözlərim. Bir də arda dirdir. Yəni cümləmiz olacaq. These are my eyes. Bunlar mənim gözlərimdir. Keçdik 8'e. Circle the animals with 4 legs. 4 ayağı olan heyvanları seçin. Gəlin birinciyə baxaq. Birincidə dog, a dog, yəni itdir. İtin neçə ayağı var? 4. Bu doğrudur. A snake, ilan. İlanın ayağı yoxdur, yəni bu yanlışdır. A cat, pişik. Pişikin 4 ayağı var, bu da doğrudur. An eagle. Eagle uşaqlar qartal deməkdir. Qartalın da 2 ayağı var, bu yanlışdır. A horse,
Atında 4 ayağı var. Bu da doğrudur. 1, 3, bir de 5. Match the words sözləri birləşdir. Tap toxunmaq, vurmaq deməkdir. Burada tap your tummy. Jump hoppanmaqdır. Jump with your feet. Rub rub ovuşturmaqdır. Burada da olacaq rub your head. Tap oldu your tummy. Sonra jump oldu your feet. Rub da oldu head, yani your head. Gəlin 10-cu suala baxaq. This is underline the correct variant. Düzgün variantının altına xətt çəkin. İndi gəlin baxaq. Bir var this is, bir de var this are. Bunların arasındaki fark this is teklerden işlenir, yani bir ədəd olan şeylerle işlenir. Ama this are iki ve daha artık olanlardan işlenir. 2 ve daha artık. Onu gəlin baxaq. This is or this are my tummy. Burada qarın bir dənə olduğu için burada this is olacaq. This is or this are my head. Baştan da bir dənə olduğu için burada da this olacaq. This is or this are my feet. Ayaklardan 2 dənə olduğu için burada this are olacaq. 4'te this is or this are my eyebrows. Eyebrows kaşlardı, yani kaşımız. Burada da kaşlardan 2 tane olduğu için this are olacak. Okay. See you later.